Bugün isterdim Hanım Zeynep-i Kübra Salamullah Aleyhadan danışaq. Niye göre danışaq? Ona göre ki Hanım Zeynep-i Kübra Salamullah Aleyha şərikətü seyyid-i şühədadır. Seyyid-i şühədanın şərikidir. Ortaq. Bizim dilimizdə şərik, yəni ortaq. Ona göre ki Kərbəlanın qəhrəmanıdır. Kərbəlada bir dənə qəhrəman var. O da kimdir? Hanım Zeynep-i Kübra Salamullah Aleyhadır. Ona göre ki o Fatimə balasıdır və Ağa İmam Hüseyin Aleyhisselamın gördüğü bu müqəddəs işi çiğnine götürdü ve tamamladı. Kufeye gitti, oradan Şam'a gitti, oradan qayıtdı geldi. Bəs Hanım Zeynep-i Kübra Salamullah Aleyha ayın ikisinde İmam Hüseyin Aleyhisselam gelip yetişirdi Kərbəlaya. Ayın 10'unda hamı şəhid olublar. Biz Kərbəla deyəndə elə-belə Kərbəla deyirik. Kərbəla başqa bir aləmdir. Kərbəla həqiqətini Hanım Zeynep-i Kübra'nın etdiyi işləri görəndən sonra insan bilər ki, Kərbəla nə Kərbəla olubdur. Mən 5 dənə kəlməsin Hanım Zeynəbin danışacağım, amma bir dənə müqəddimə lazımdır buna. Müqəddiməni deyim. Öz gördüyümüz işlərdən. Misal üçün biz namaz qılırıq. Namaz qılmaqda bizim vəzifəmiz nədir? Bir insan zöhr namazı qıldı, Allah Təbarəkə və Teala ona nə qədər savab verir. Düzdür. Əgər bu namaz Allah dərgahında qəbul olubsa və qəbul olmağından ötürü qəbulu məndən deyil, qəbul Allah dərgahındadır. Allah qəbul eləyəcək. O savab ki biz deyirik, o savab nəticədir. Savab nədir? Nəticədir. Biz gördüğümüz işi gerek dürüst, sahih əda edək ki, əncam edək ki, o iş qəbul olmaqlıq şansı olsun. Qəbul olacaq, olmayacaq, o Allahın işidir. Və o savab ki bizə gəlib çatacaqdı, o da o əməlin nəticəsidir. Qəbul olmaqdan ötürü nə lazımdır? Misal üçün namazın qəbul olmaqlığından ötürü gərək onun şərtləri ki vardır, şəraitləri deyirlər, onları yerinə yetirəsən. Nə? Dəstəmaz, təharətin olsun, təharət-i mənəvi, dəstəmazsız, qüsulsüz namaz qılarsan nə olar? Namaz batıl olur. İndi dəstəmazı ya qüslü etdi bir nəfər. Gərək bədəni pak olsun. Bu da şərtdir. Gərək libası pak olsun, təmiz olsun, pak olsun. Kirli ola bilər libas. Misal üçün, insan kirli libasla namaz qıla bilər. Amma murdar olsa, mütənəccis olsa olmaz. Gərək libas nə olsun? Pak olsun. Yerin gərək mübah olsun. Qəsbi yerdə namaz qılarsan nə olar? Namaz batıl olar. Gərək yerin nə olsun? Mübah olsun. Sonra bir də
İxlas olsun gərək. Bu hər bir əməlin başında durur. İxlas olsun gərək. Xulusluq. Yalnız Allaha görə namaz qılasan. Nəinki bir başqasına da özünü göstərəsən. Elə bir şey olsa batildir namaz. Riyadır. Ki mən qılıram namazı, həm hacı görsün, həm Allah da görsün, bu riyadır, batil olar namaz. Gərək nə olsun? Sırf Allaha görə ibadət eləyəsən. Bu, hər bir şeyin başında durur. İndi, Ağa İmam Hüseyin əleyhissalamın bu hərəkatı ki var, xanım Zeynəb-i Kübra salamullah aleyha bir kəlmə söz işlədibdi. Mən bir neçə kəlməsini deyəcəyəm. Ondan biz Kərbəlanı da tanıyacaq. Xanım Zeynəb Kərbəlanı tanıtdırdı. Bir şeir vardı Farsça, deyir ki, Kərbəla der Kərbəla mimand əgər Zeynəb nəbud. Ney der Neynəva mimand əgər Zeynəb nəbud. Kərbəla elə Kərbəlada qalardı əgər Zeynəb olmasaydı. Ney elə Neynəvada qalardı əgər Zeynəb olmasaydı. Xanım Zeynəb-i Kübra salamullah aleyha bir neçə yerdə bir neçə kəlmə sözlər deyibdi, inşallah mən onları deyim. Birincisi Aşuranın günü gəldi, Ağa İmam Hüseyin əleyhissalamın mübarək cənazəsini götürdü. Bu sözləri dedi. Dedi ki, Allahümmə təqəbbəl min ali Muhammedin hazəl qurban. İlahi, Ali Muhammeddən bu qurbanı qəbul elə. Bu nə deməkdir? Bu o deməkdir ki, salavat zikr edəyək. Bu o deməkdir ki, İmam Hüseyin əleyhissalamın, çünki şərikə İmam Hüseyindir. Xanım Zeynəb şərikə İmam Hüseyindir. İkisi də Fatimə balasıdırlar. İkisi də Peyğəmbərin balasıdır. Şərikəyi Seyyid-i Şühəda görün nə deyir? Deyir, Allahümmə təqəbbəl. Xanım Zeynəb-i Kübra salamullah aleyha. Bu sözü deyəndə xanım Zeynəb kim idi? Xanım Zeynəb kim idi? Xanım Zeynəb vilayətin yükün çiyninə daşıyan adam idi. Allahın hüccəti idi yer üzərində. Vilayətin yükü onun çiynindəydi. Düzdür, İmam-ı Zaman var idi. İmam Zeynəl Abidin əleyhissalam var idi. Amma bütün yüklər, çətinliklər xanım Zeynəbin çiynindəydi. Görün, xanım Zeynəb nə ifadə eləyir? Xanım Zeynəb elə-belə şəxsiyyət deyir. Allah ziyarətin nəsib, qismət eləsin. Xanım Zeynəb gör nə qədər böyük bir şəxsiyyətdir ki, bir Şamda qəbri şərifi vardı, bir də Misirdə. Misirdə də gedirlər xanım Zeynəbi ziyarət edirlər, Şamda da gedirlər xanım Zeynəbi ziyarət edirlər. Bu insanın böyüklüyündən irəli gəlir, əzəmətindən irəli gəlir. Ki bir insanın iki yerdə qəbri şərifi vardı. Sən Şamda gedib xanım Zeynəbi ziyarət edəndə nə deyirsən? Əssalamu aleykə ya bintə Resulillah, Əssalamu aleykə ya bintə əmiril müminin, Əssalamu aleykə ya bintə Fatimətə Zəhra, Əssalamu aleykə ya uxtə Həsən-il Müştəba vəl Hüseyn-i Şəhid bi Kərbəla.
ey ismet hak, zade-i Zehra-i mutahhar, ey alime, ey fazile, ey دختر حیدر، ای شمع شبستان ولایت که به عالم جز از مادر تو کسی نبود از تو فزونتر. Ta ilaxır şeir uzundur. Zirehdə yazılıbdır. Xanım Zeynəbin zirehində yazılıb, yuxarısında. Bəs xanım Zeynəb-i Kübra salamullah aleyha İmam Hüseyin aleyhissalamın hədəfini aşkar eləyir, öz hədəflərini aşkar eləyir. Bu işi ki görülübdür, 72 dənə şühəda susuz can veriblər və ağa İmam Hüseyin aleyhissalam susuz can veribdi. Bütün bunlar hamısı lillahi təbarəkə və tealadır. Allah'a görədir. Bizim neçə dənə ibadətimiz var da, Firudində neçə dənə? 10 danadır. Sayın. Namaz, oruç, zəkat, xums, həc, biri də nədir 6-cısı? Cihad. Cihad əgər qurbətən ilallah olmasa heç bir şeydir. Allah'a göre olmasa niyyetinde olmalıdır. Her bir asker, her bir orada dövüşçü Allah Teala'ya göre vuruşmalıdır. Hala ben tarihi bir misal vurum senin için. En bariz numunesi, benim bu dediğim sözün bariz numunesi Hazret Ali ibn Abi Talib aleyhisselam. Xəndəq müharibəsində Əmr ibn Əbdəvidi vurdu. Əmr ibn Əbdəvid yıxıldı. Yıxıldı. Ağa gəldi, o məlun ağzının suyuna atdı Həzrətə tərəf. Ağa çıxdı, getdi. Hər tərəfdən qışqırırlar, ya Əli qurtar onun işini, o elə belə adam deyil. Böyük pəhləvan idi. Ya Əmirəl-Müminin, ya Əli onun işini bitir, Həzrət çıxdı, getdi. Getdi, gəzdi, dolandı, gəldi. O dedi ki, bəs məni öldür də qurtar. Mən belə qalmaq istəmirəm. Həzrət onun ayaqlarını vurdu. Çünki o atın ayaqlarını vurmuşdu, Həzrət də onun ayaqlarını vurdu. Dedi, məni belənsinə saxlama, öldür. Və hara getdin sən? Niyə getdin? Dedi, sən o nalayiq, tərbiyəsiz işi gördün. Mənim qəlbimdə bir az sənə qarşı kin oyandı. Şəxsi kin. Mən bu işlərimi yalnız Allaha görə görürəm. Əgər mən o anda sənin başını kəssəydim, səni öldürsəydim, öz kinim də qarışacaqdı ona. Getdim bir az gəzdim ki, soyusun, rahat olum, gəlim Allaha xatir sənin başını kəsim. Gör, harada ixlas düşünülür. Görürsünüzmü? Hüseyin Ali'nin oğludur. Hüseyin məsumdur, 3-cü imamdır. Hüseyin ixlasla hərəkət eləyibdir. Odur ki, xanım Zeynəb nə deyir? Deyir ki, Allahümme teqabbel min ali Muhammedin hazal qurban. Qəbul olmaqlığını diləyir Allah Teala'dan xanım Zeynəb. Yəni bu şəhadətin qəbulluğunu üçün icraçısı kimdir? İmam Hüseyindir. Canla, başla, ixlasla, həqiqətlə şəhadətə yetişdi. Hətta başın kəsəndə deyirdi ki, rizəm be qəzaillah.
İlahi, mən razıyam sənin qəza və qədər və, yəni razıyam, içəridən razıyam. Əli Əsqəri qolunun üstündə oxlayanda dedi ki, Haza hayyunun li. Bu mənim üçün çox asandır. Niyə görə? Çünki Rəbbim görür, Rəbbimin yolundadır. Allah yolunda olanda nə qədər çətinlik olur olsun, bir o qədər şirinlik olur. Onu deyim sizə. Sən 4 rükət Allaha görə namaz qıl inan. İnan salam vermək istəməyəcəksən. İnan qurtarmağını istəməyəcəksən. O qədər şirinlik var. Ya men huve zikruhu hulvun lizzakirin. Ey o kəsi ki onun zikri şirindir zikr eləyənlərdən ötürü. Əl çəkmək istəmir insan ki, o qədər şirindir. Bəs əgər görün İmam Hüseyin əleyhissalam şəhadəti ixlasla olub və hədəf nə idi? Allaha ibadət eləmək. Sən namaz qılanda sənin hədəfin nədir? Allaha ibadət eləmək. Qəbul olmaqlığını namazdan sonra dua eləyəcəksən. Salamı verəndən sonra dua eləyəcəksən. Xanım Zeynəb də qəbul olmaqlığını şəhadətdən sonra. Çünki ixlasla baş verdi, dəqiq baş verdi, düz baş verdi. Nəticə nədir? Bizdə misal üçün namazın nəticəsi odur ki, Allah Teala savab verər bizə. Düzdür, qiyamət günü onun savablarını görərik. Əməl kitabçamızda yazılar savabları. İmam Hüseynin nəticəsi nədir? İmam Hüseyin əleyhissalamın nəticəsi liyəstəngizə ibadəkə ənil cəhalə və hayrətiz zəlalə. Bu belə. Bir kəlməsi budur. Xanım Zeynəb-i Kübra salamullahi aleyhanın bir kəlməsi budur. İkinci kəlməsi, elə ki üşəranı gətirdilər İbn Ziyadın məclisinə, İbn Ziyad məlun dedi ki, hə, Əlinin qızı, nə oldu, necə gördün Kərbəlanı, yəni qardaşı öldürdük belə. Xanım Zeynəb görün nə dedi? Ma rəeytu illa cəmila. Mən orada gözəllikdən başqa bir şey görmədim. Niyə görə? Həqiqətən gözəllik idi Kərbəla. Şəhadət. Nə cürə bir şəhadət? Dilsuz şəhadət. Qəşəng bir şəhadət. Allaha görə, Allahın yolunda şəhadət. Zərrə qədər orada başqa bir şey yox idi gözəllikdən başqa. Tam gözəllik. Ma rəeytu illa cəmila. Görün bir. Xanım Zeynəb görün nələr deyir. Üçüncü, gəlir Yezidin məclisinə. Allah Yezidə lənət eləsin. Onun əzabın şədid eləsin. İmam Hüseynin düşmənlərinə Allah lənət eləsin. Gəlir Yezidin məclisinə. Yezid də bir dənə məclis qurubdur ki, nə bilim, hətta xarici səfirləri, filanları, bunları da dəvət eləyibdi. Əlləri, qolları bağlı, gətirib gəlirlər, 80 nəfərə qədər adamdır bu əsirlər. Gəlirlər bir-bir, Yezidin qabağından keçirlər, Yezid məlun da taxtında oturub və ağa İmam Hüseyin əleyhissalamın mübarək başın qoydurubdur qabağına. Gəlib keçəndə xanım Zeynəb əhəmiyyətsiz heç Yezidə tərəf baxmadı. Saymadı onu. Yezid dedi ki, Əlinin qızı. Əvvəl soruşdu, bu kimdir? Dedilər, Əlinin qızı Zeynəbdir. Dedi, Əlinin qızı, niyə görə mənə ehtiram eləmirsən? Görün, xanım Zeynəb nə cavab verdi? İnni əstəsxiru
əstasğiru haqqə qədrək. Mən sənin qədrini çox kiçik görürəm. Sən mənim gözümdə heç bir şeysən. Yezid o boyda imperator ki xəlifə iddia, o xəlifə deyil. Kim deyir xəlifədir, xəlifə deyil. İddiayı xəlifəlik eləyirdi. O zamanda xəlifə, o gündə xəlifə İmam-ı Zeynəl-Abidin əleyhissalam. Necə ki, bu günləri xəlifə İmam-ı Zaman Əccəlallahu Fərəcəhu Şərif. Və o imperatorluq iddiası eləyən Yezidi ki, qılıncının dalı keçir, qabağı keçir, Muaviyə bir hökumət tərtib eləyib veribdi onun əlinə ki, misli bərabəri olmayan bir hökumətdir. O hökumətin rəhbərinə xanım Zeynəb-i Kübra deyir ki, İnni əstasğiru qədrək. Mən sənin qədri mənzilətini kiçik bir şey hesab eləyirəm. Yəni, çox üzr istəyirəm, bu ibarəni mən deyim. Yəni, sən mənim gözümdə heç bir şeysən. Bir atılmalı bir şey. Yəni, sən bir şey deyirsən, bir kəs deyirsən. Bax, xanım Zeynəb-i Kübra salamullah aleyha. Bilirsiniz nə haldaydı? Gün yandırıb, dəriləri qopub, üstü başları çirk içində, cırıq paltarlar əyinlərində, qollarında zəncir, ac, susuz xanım Zeynəb-i Kübra 80 dana yük var çiynində və o imperatora deyir ki, sən mənim gözümdə heç bir şeysən, yəni bir kəs döyürsən. Mən o ibarəni çıxartmaq istəmirəm ağzımdan burada. Ona görə, yəni başa saldım, atılmalı bir şey. Atılmalı bir şey. Salavat zikr edin. Allah axirətimizi xeyr eləsin. İnşallah bir neçə kəlməsi də var idi. İnşallah gələn günlərdə deyərəm onu uzun çəkdim. Allah Teala axirətimizi xeyr eləsin. Allah Teala ibadətlərimizi qəbul eləsin. Biz bunu bilək ki, Kərbəla ki biz deyirik. Biz bu Kərbəlanı ki gəlmişik burada dəstəkləyirik. İmam Hüseyin əleyhissalamı və İmam Hüseyin əleyhissalamın yanında oluruq. Bilək ki, bu Kərbəla elə belə Kərbəla deyir. Allaha görə olan bir Kərbəladır. Allah nəzərdə tutulubdur və ona görə də bu günə qədər yaşayır. Əshab-ı Kəhf kim idi? Neçə nəfər adam idi? Tarixdə o qədər eləncə şeylər olubdu ki, amma Əshab-ı Kəhf bugün niyə yaşayır? Çünki onların hicrəti, onların o mağaraya sığınmaqlıqları Allaha görə oldu. Bir şey Allaha görə olsa, kiçik də olsa belə Allah onu yaşadacaqdı. Bir şey Allaha görə olmasa, istəyir nə qədər böyük olur olsun, heç bir şeydir. Və Hüseyin Allaha görə hərəkət elədi, Allaha görə oldu və o bu günləri yaşayır. Və sən və mən bu günləri Allaha görə olmalıyıq. Hüseynin məclisinə Allaha görə gəlməliyik. Onda bizim nəticəmiz olacaqdı. Qəbulluğunda təmənnamız olacaqdı ki, Allah Teala'dan təmənna eləyək, istəyək ki, Allah qəbul eləginən bizim əzadarlığımızı. Nə vaxt? O vaxtdır ki, biz xalisən lillahi təbarəkə və Teala gələk, ağlayaq, oxuyaq, mərsiyəmizi deyək, mövizəmizi eləyək, yalnız və yalnız Allaha görə ola. Allaha görə olmasa, vallahi qiyməti yoxdur. Gələk Allaha görə ola. Allah qəbul eləsin inşallah. Allah axirətimizi xeyr eləsin. Allah təbarəkə və Teala istək və arzularımızı bizim üçün
Çin eləsin inşallah. Mərizlərimiz var, xəstələrimiz var. Allah təbarəkə və təala məriz xəstələrimizə şifa versin. Xanım Zeynəb Kübra salamullah əleyhaya xatir. Allah təbarəkə və təala cəmaatımızın, elimizin, obamızın üzərindən yaman yerlər əstirməsin.